Sərhədlərimiz bağlıdır, quru sərhədlərimiz. Neçə ildir, məsələn 5-6 ildir bağlıdır. Əsasən də bugün Azərbaycan mətbuatdan biz görürük ki, İranda belə bir vəziyyət yarancı idi. Ona görə biz sərhədləri bu vaxta qədər bağlı saxlamışıq deyə belə bir tezlərə gəlir. Mətbuatda gedir, bəzən bu iqtidar yanlar səsləndirirlər və bu sərhədin Güney Azərbaycanlılar üçün bağlı olduğu bir şəraitdə Azərbaycan hökuməti hansı səmimiyyətlə danışa bilər ki, məsələn, mən Güneydə olanlara yardım göstərəcəm, hər hansı bir vəziyyət yetişərsə. Əgər oradakıların biz Azərbaycana gəlişini qarşı alırsın. Hə, buyurun. Əvvəl bu tip məsələləri həll edərkən bu səmimiyyət, qeyri-səmimiyyət məsələlərini mən sözün doğrusu o qədər də önəmli saymıram. Siyasət fərqli demək kriteriyalarla, meyarlarla ölçülür. O ki qaldı, əvvəla sərhədlərimiz əvvəldən deyib ki, mən quru sərhədlərinin bağlı olmasını qəbul eləmirəm və həqiqətən də böyük bir sualdır durub ki, bu niyə bağlanmışdır? Niyə bağlı? Hələ də bilmirik. Prezident İlham Əliyev bir dəfə dedi ki, əgər bilsələr ki, bu bizi hansı bəlalardan xilas edib, belə bir sualları qoymazlar, belə bir çıxışlarını. İndi deyirlər ki, həmin o bəlaymış bu. Əsas etibarilə ümumi şəkildə təhlükəsizlik demək məsələsi ilə izah edirlər. Təkcə İranla yox, o cümlədən Rusiyadan ola biləcək müəyyən hərəkətlərə qarşı güya bir hansısa bir tədbirdir, proyekt. Amma nəzərə alaq ki, sərhədlər əslində deyək tam bağlı da deyil. Hava sərhədləri açıqdır, dəniz sərhədləri demək açıqdır. Bu təsərrüfat iqtisadi fəaliyyətlə bağlı olan demək gediş-gəlişlərə heç bir məhdudiyyət demək yoxdur. Faktiki olaraq insanların sərbəst belə deyək ki, səyahəti baxımından bağlanıbdır. İndi bu cür bağlı olan sərhədlər istənilən vaxtı da demək açıla bilər. Mən İran tərəfdən oradakı qarşılıqlıq dönəmində çox böyük köçlər ola bilər, milyonlarla insan qaçqın düşə bilər kimi məsələni o qədər də sözün doğrusu real saymıram. Çünki son dövrdəki bir sıra hadisələr göstərdi ki, xüsusən konkret olaraq Azərbaycan türkləri, Güneydə yaşayan Azərbaycan türkləri çox ağır vəziyyətlərdə də böyük kütləvi köç və qaçqın axınları yaratmadılar. Yəni, İraq müharibəsində məsələn yada sallayaq və açıqcası biz yeni qaçqın dalğası da gözləmirik. Əksinə, demək, yeni Azərbaycan türklərinin o ərazilərə daxil olması daha doğru olar. Və indi biz rəsmi vəzifə daşıyan şəxslər də deyirik. Bu yarana biləcək halların ən böyük, məncə, qarşısını alan sipər müsəlləh Azərbaycan əskəri ola bilər. Yəni, bizimkilərə qarşı orada həyatları üçün təhlükə yaranarsa, onları o cümlədən qorumağa, demək, hərəkətlər etməyə mənim fikrimdə borcu və qadir olan güc və qüvvə də Azərbaycan Silahlı Qüvvələridir. Bunu da dost yerə düşmən bilsin. Mənim fikrimcə elə bir hal yaranarsa, o cümlədən Azərbaycan Respublikası və Türkiyə dövlətləri, hökumətləri bunun mesajlarını da sətr altı verirlər. Görünür bu. Demək, bu addımdan çəkinməyəcəklər. Məncə, indiki İran coğrafiyasında, İran dövləti coğrafiyasında kənar hansısa bir yad güclərin gəlib orada at oynatmasına nə Türkiyə, nə Azərbaycan Respublikası yol verməyəcək. Yəni, mənim bildiklərim, eşitdiklərim, təhlilim və müəyyən informasiyalarım da bundan ibarətdir. İstəyimiz də odur. İstəyimiz də odur ki, olmasın. Amma quru sərhədlər açılmalıdır. Mənim mövqeyim bilinsin burada mütləq ki, mən quru sərhədlərin açılması tərəfdarıyam. Çünki quru sərhədlərin açılmasından qoy biz yox, digərlər. Elə bir vəziyyət yaradaq ki, Azərbaycandan gələn müəyyən təsirlərdən, axınlardan, güclərdən demək çəkinsinlər. Yoxsa biz özümüzü qapatmaqla necə deyirlər, həm bizə bu yaraşmaz, həm də bizim maraq mənafeyimiz də uyğun deyil. Vətəndaşlarımızın da, xüsusən sərhəd boyu yerlərdə yaşayan vətəndaşlarımız da nə qədər böyük bir əziyyət çəkdiyi məlumdur. Bir yarım milyona yaxın Gürcüstanda yaşayır bizim Azərbaycan demək türklərimiz. Rusiyada 1 milyona yaxın Azərbaycanlı var və nə qədər böyük əziyyətlərlə özləşirlər bu proseslə bağlı. Mən hələ bu Güney Azərbaycanı demirəm. O baxımdan bu olduqca vacib bir məsələdir. Sözün doğrusu hər dəfə biz də öz etirazlarımızı, bu məsələdə mövqeyimizi ölkə daxilində ifadə edirik. Amma hələ ki Azərbaycan hakimiyyəti bu məsələ təhlükəsizlik baxımından bizim bildiyimiz informasiyalar nəzərə alınaraq başa düşülməli deyə belə bir mövqe ortalığa qoyulur.